özümün tələbəçilik dönəmində idi, tələbə illərimdə idi. Neçə illər bundan öncə bir alimlə üzləşdim, görüşdüm belə. O alim əzəmətli bir şəxslərdən biri idi. Bir kəlmə qayıtdı ki, sənə bir söz deyərdim, amma qalsın. Mən də qaldım belə, öz başıma gələni danışıram sizə. Qaldım belə, baxdım ona. Ürəyimdə deyirəm ki, bunu deyəcəydinsə deyərdim mənə. Mən də bilmirəm, axı nə demək istəyirsən sən. Biraz keçi dözmədim. Axırda qayıtdım ki, sizdən xahiş edirəm. Bir vaxt ki, mənə düzsən bir söz deyərdim, qalsın ona söz. Bir neçə saniyə baxdı, üzümə belə baxdı. Dedi, qoy dəstəmaz alım, gəlib deyərəm sənə. Mən biraz halım belə dəyişdi. O dəstəmaz alana qədər deməli bu görüm nə deyəcəyim. Başa düşə bilmirdim. Amma o məsələnin əhəmiyyətini çatdırmaq üçün bəzi vaxtlar bəzi sözləri elə ucuz deməyəsən. Başa düşürsən? Və sözlər rahat eşidir, o qədər də dəyərin bilmir. Bir də sözlərin ağırlığını saxlayasan. İnanın, bütün vücudumla onu dinləmək istəyirdim. Yalnız qulağımla yox, dayanmışdım onu. Bütün vücudumla onu dinləmək istəyirdim, canımla. Görüm nə deyəcəyim mən. Dəstəmazını aldı, gəldi, çəkdi köynəyini, oturdu, dayandı, baxdı belə. Dedi, sənə gəl bir söz deyim, dedim, buyur. Dedi, səndə elə bir şey var ki, mənə aid bir məsələ deyil, hamıya aiddir. Arzu eləyərdim ki, kaş o məndə olaydı. Qocalmışdı amma da. Dedi, bax, ruhaniyəm, hörmətim var, şöhrətim var, elm Allah verib, müəyyən mövzular nəsib eləyib, filan saydı. Amma razıyam bunların hamısını verim, səndə bir şey var, onu alım. Dedi, nə də o bir şey? Dedi, bu cavanlığın. Bu cavanlığın, bundan müğayət. Bu cavanlığın ki var ha, onu Allahın yolunda keçir. Çünki qiyamətdə ömürdən ayrı soruşacaqlar. Ömrü soruşandan sonra cavanlığı harda keçirdin?